Herkese salam. Bugün yenə bloka dəstək üçün bir neçə sualın cavablarına baxaq, izahına baxaq və bu zamanda həmin qaydaları bir də yadımıza salaq. Hansı nümunədə numerativ söz düzgün işləməyib? Əvvəlcə numerativ söz yadımıza salaq. Numerativ söz nə idi? Müəyyən miqdar sayı ilə isim arasında işlənən sözlər numerativ sözlər adlanır. Və biz hər bir bənddə fikir versəniz, müəyyən miqdar sayı və isim görürük. Məsələn, 2 maşın, 1 alma, 1 əlcək, 1 göz yaşı, 2 qənd və ortasındakı hər bir söz, arasındakı hər bir söz numerativ sözdür. Numerativ söz haqqında anlayışınız oldu yəqin ya da yadınıza düşdü. Dedik ki, hansı düzgün işlədilməyib? B bəndinə başlayaq. Bu sual biraz şagirdlər üçün çaşdırıcı olub. Nə üçün? Bu qətrə sözünə görə. Çünki qətrə sözünün mənasını bilməsək, biz bu cavabı da götürə bilərik ki, düzgün işlənməyib. Nə demək? Bir qətrə göz yaşı. Qətrə sözünün mənası damcı deməkdir. Damcı deməkdir. Bir damcı göz yaşı ola bilərmi? Ola bilər, bəli. Bizə səhv lazımdır. 2 tikə qənd ola bilər. 1 yeşik alma ola bilər. 1 cüt əlcək olur. Bəs 2 göz maşın ola bilərmi? Yox, ola bilməz. Ona görə də cavabımız olur A bəndi. Qətrə sözü yəqin ki, yadınızda saxlayarsınız. Keçək digər suala. Hansı fikir səhvdir? Onu qeyd edeyim ki, bu suallar DİM 20 sınaq 3-cü qrup kitabından götürülüb və nisbətən çaşdırıcı suallardır. Hansı fikir səhvdir? Yalan və səhv sözləri sinonim deyil. Bunu YouTube postunda da paylaşmışdım. Bəli, yalan və səhv sözləri bir-birinə bənzəsə də, hardasa bir-birinə bənzəsə də, amma sinonim ola bilməz. Çünki yalan sözü bilərəkdən yalan danışır. İddia eləyir ki, mən düzəm. Yalan bu deməkdir. Səhv isə bilməyərəkdən səhv edir. İnsan bilə-bilə səhv eləmir. Nə isə bir, tutaq ki, yazıda, hesablamada, misalda, məsələdə səhv ediriksə, biz bunu bilərəkdən təbii ki, etmirik. Bilməyərəkdən edirik. Ona görə də yalan və səhv sözləri sinonim ola bilməz. Bu doğru cavabdır, amma bizə nə lazım? Səhv cavab. B bəndi 50 sözü quruluşuna görə iki cür düşünülə bilər. Bir var 50 say. Bu zaman sözün kökü nə olacaq? 50. Yəni sadə. Quruluşuna görə deyir. Bir də var 50 ayaqlı. 50 sözün kökü, li isə leksik şəkilci. Bu da olacaq nə? Düzəltmə. Ona görə bu cavab da doğrudur. 50 sözü quruluşuna görə iki cür düşünə bilər. Yəni həm sadə, həm də düzəltmə. Bu cavabda çıxırıq. Armudu sözü həm quruluşuna, həm də ümumi qrammatik mənasına görə iki cür düşünülə bilər. Həm quruluşuna baxırıq, həm də qrammatik məna. Qrammatik məna nə idi? Qrammatik məna nitq hissəsi deməkdir. İndi biz yenə armud sözünü yazaq. Armudu sözü, bəli, iki cür düşünə bilir. Bir var armud, isim, təsirli hal şəkilçisi. Məsələn, armudu götür, armudu yığ, armudu ye. Bir də var armudu stəkan. Baxın, əgər armudu stəkandırsa, onda olacaq sifət. Demək, armudu sözü həm isim olur, həm də sifət olur. Ümumi qrammatik mənasına görə həm isim, həm sifət. Bu doğrudur. Bir də quruluşuna görə deyil. Quruluşuna görə də dedik ki, isim olanda sadədir, sifət olanda düzəltmədir. Bu da doğru cavabdır təbii ki. Sonra Y bəndinə də baxaq. Bivəfa və vəfalı sözləri antonim deyil. Əgər kanalımızı izləyirsinizsə, onda biz bu sualı da postda paylaşmışdıq. Bivəfa və vəfalı sözləri bəli, antonim deyil. Çünki hər birinin kökü vəfa sözüdür. Baxın. Deməli, bi leksik şəkilci, vəfa sözün kökü. Vəfa sözün kökü, l leksik şəkilci. Hər ikisinin kökü vəfa olduğu üçün bu söz baxmayaraq ki, mənası əksdir, amma antonim deyil. Çünki buradan da bir qayda çıxır ki,
antonim, eyni köklü sözdə antonim ola bilməz. Eyni zamanda onu da qeyd edim ki, eyni köklü sözlər sinonim də ola bilməz. Məsələn, bu sözlərin əvəzinə belə də ola bilərdi. Bivəfa, vəfasız. Əslində eyni mənanı ifadə etsə də, yenə də sinonim ola bilmir. Çünki eyni köklü sözlər həm amonim yox, eyni köklü sözlər həm sinonim, həm də antonim ola bilməz. Bu da bizim Y bəndi. Y bəndi də yəni doğru fikirdir. Gəlib çatdıq D bəndinə. D bəndinə nə yazılıb? Dairəvi isim və sifət kimi işlənən leksik mənalı sözdür. İndi baxaq burada düzdürmü? Dairəvi, dairə sözün kökü, vi isə leksik şəkilçidir. Dairəvi sözünü isim kimi işlətmək mümkün deyil. Yəni isim kimi necə işlədə bilərik? Yalnız sifət olur. Vi şəkilçisi ilə düzələn sifətdir dairəvi və ona görə də bu fikir səhvdir. Dairəvi sözü isim və sifət yox, yalnız sifət kimi işlənən leksik mənalı sözdür desək düz olacaqdı. Amma burada fikir yanlışdır. Ona görə cavabımız oldu hansı bənd? D bəndi. Keçək digər suala. Digər sualımızda isə deyilir ki, bu da biraz çaşdırıcı sualdır, amma asan sualdır. Hansı cümlədə məqsəd və intonasiyaya görə növünü, cümləni məqsəd və intonasiyaya görə növünü müəyyən etmək olmur. Durğu işarələri bilərəkdən qoyulmayıb. Biz durğu işarələrini dəqiq olanları yerinə qoysaq, məsələn, Y bəndinə baxaq. Siz çıxış etdiniz, yəni, burada sual. Sual ədatı olduğu üçün bu olur sual işarəsi. Hansı cümlə oldu bu? Sual cümləsi. Yeni çıxaq. Bizim lazımdır nə? Məqsəd və intonasiyaya görə növünü müəyyən etmək olmur. Yəni, burada müəyyən etmək oldu. D bəndinə baxaq. Yaşasın Azərbaycan Türkiyə dostluğu. Təbii ki, bu yüksək hissəyəcanla deyildiyi üçün bunun axırında nida işarəsi qoyular. Bunu da yəni ayırmaq mümkündür. Müəyyən etmək mümkündür. C bəndi. Qoy başımıza gələnləri danışaq. Bu danışaq sözü 3 bənddə də fikir versək, burada danışaq sözü var. Baxın, biz altdan bunu yazacaq. Danışaq. Danışaq sözünü birinci biz baxmalıyıq ki, hansı şəkildədir. Bu şəklinə görə də müəyyən etmək olmur. Dəqiq. Çünki danışaq sözü ya ola bilər, danış sözün kökü aq, şəxs şəkilçisi, bu olur əmir şəkli. Və yaxud danışıq sözü olur, danış sözün kökü, kaş biz danışaq desək, orada olacaq A, arzu şəkli, Q da şəxs şəkilçisi. Bu da olacaq hansı şəkil? Arzu şəkli. Əgər biz belə bir qayda var. Deməli, cümlənin xəbəri əmr şəklindədirsə, o əmr cümləsidir. Belə bir dənə qayda var. Və yaxud əmr cümlələrin xəbəri həmişə əmr şəklində olur. Bax, bu qaydadır. Dilimizdə olan bir qaydadır. İndi burada qoy başımıza gələnlər danışaq sözündə bu danışaq sözünü biz ayıra bilirik. Əmirdir yoxsa arzudur. Çünki burada qoy ədatı var. Qoy ədatı əmr ədatı olduğu üçün biz bunu əmr cümləsi deyə bilirik. Yəni müəyyən etmək mümkündür. Ona görə C-ni çıxırıq. B bəndi. Bari onlarla biz də danışaq. Bu cümləni də yenə ayırt eləyə bilirik. Çünki burada barı sözü arzu şəklində işlənə bilər. Yəni arzu ədatı olduğu üçün danışaq sözünü arzu şəklində götürürük və bu da olur nəqli cümlə. Ona görə bu cavabı da çıxırıq. Qaldı A bəndi. Burada yazılıb ki, tamaşaçılarla özümüz danışaq. İndi biz bilinmir, dəqiq müəyyən edə bilmirik ki, bu danışaq sözü arzu şəklidir yoxsa əmr şəkli. Əgər bu qarşısında, bu A bəndində də qarşısında bar olsaydı, olasıydı nəqli cümlə, çünki arzu şəkli olasıydı. Əgər bunun da qarşısında qoy sözü olsaydı və ya hər hansı bir əmr ədatı olsaydı, onda əmr cümləsi olacaqdı. Ona görə də biz A bəndini müəyyən edə bilmirik. Bu A bəndi hər iki növ ola bilər. Əmr, bir də nəqli cümlə ola bilər. Ona görə də cavabımız olur hansı bənd? A bəndi. Çünki A bəndini müəyyən etmək qeyri-mümkündür.